Değerli izləyicilər, növbəti gözəl planlaması olan 3 otaqlı mənzilin təqdimatına gəlmişik. Özünüz bir dənə fikir verərsiniz otaqların təmirinə də və layihəsinə, genişliyinə. Gedək mənzillə tanış olaq. Dostlar, mənzilə xoş gəlmisiniz. Əsas qapıdan girən kimi sol tərəfdə belə bir gözəl, güzgülü açarlıq. Üzbəüz hamam otağı, sanitar qovşağı, dərhal yanında isə çamaşırxanası. Sağ tərəfdə döndükdə isə belə bir geniş paltar dolabı yerləşir. Dəhlizin sonunda qonaq otağı yerləşir. Əşyalar çox zövqlə yığılıb. Vitraj pəncərəsi var, eyvana çıxışı var və genişliyinə də söz ola bilməz. Qonaq otağından dəhlizə çıxan kimi sol tərəfdə mətbəx yerləşir. Gördüyünüz kimi tam əşyalıdır, texnikalıdır, eyvana da çıxışı var. Bura isə böyüklər üçün nəzərdə tutulmuş yataq otağı, gördüyünüz kimi tam əşyalıdır. Daxilində isə hamam otağı və sanitar qovşağı. Bura isə uşaq otağı olmağına baxmayaraq olduqca həm genişdir, həm də əşyalıdır. Daxilində isə qardirob otağı da var. Yerləşmə yeri Heydər Əliyev mərkəzi və Şəhriyar parkının arasında 140 kvadrat metr ümumi sahəsi var. Ətraflı məlumat almaq istəyənlər bizimlə əlaqə saxlasın. Bəyənənlər elə bizi davam eləsin izləməyə.